Salam, bugünkü texnomifimizi yoxlayaq. Kompüteri tez-tez söndürmək ona zərər vurur. Bu doğrudurmu? Əslində, müasir kompüterlər üçün bu zərərli deyil. Hətta istirahət onların ömrünü uzadır. Çünki müasir kompüterlərdəki elektron komponentlər, məsələn SSD, anakart, prosesor və digərləri tez-tez yandırılıb söndürülməyə dözümlü dizayn edilib. Onlarda köhnə kompüterlərdə olan mexaniki hissələr ya yoxdur, ya da daha davamlıdır. Kompüter açılıb sönərkən voltaj dəyişiklikləri olur. Lakin müasir enerji tənzimləyici sistemlər bu stressi balanslaşdırır. Beləliklə, bugün bir texnomifi dağıtmış olduq. Texnologiya haqqında daha çox maraqlı həqiqətlər öyrənmək istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək texnologiya ilə qalın, amma hər zaman doğru məlumatla.